Salam, hər kəs xoş gördük bizim Toyuqlar kanalında. Soyuq bir qış günündən hər kəsi salamlayıram. Görmüş olduğunuz kimi toyuqlarıma yenə də maraqlı bir səhər yeməyi hazırlamışam. Burada sirkəmiz var, orada sirkəli suyumuz var və kələnlərimizi də asmışam ki, bu soyuq günündə toyuqlarımız həm xəstəliklərdən qorunsunlar, həm də yumurta məhsuldarlıqlarını müəyyən qədər daha da yaxşılaşdıraq, məhsuldarlıqları artsın. Çöldə də yağış yağır. O biri cücələrimə də artıq çolpadılar sözünüzü. Onlara da sirkəli su vermişəm. Arpalar da o cümlədən yem qablarındadır. İndi gəlin toyuqlarımızı çölə çıxardaq və bu sirkəli su haqqında, sirkə haqqında və kələmi belə niyə asmışam, kələmin nəyə xeyirləri var, o haqda sizə maraqlı məlumatlar verəcəm. Kanalı videonun sona qədər izləyin. Toyuqlarımız səhərdən gözləyirlər bu anı. Birazdan bu sirkəli sularını da içəcəklər. Digər hinimizdəki toyuqları da buraxaq. Biri qalıb burada. Çıxmır, ışığı da yandırmışdım ki, hazır olsunlar çölə çıxmağa. Toyuqlarımızın sayı biraz azalıb sözünüzü. Çünki sürüdə çoxlu qoca toyuq var idi. Onlarla yollara ayırmışıq. Ona görə də biraz az görsənəblər. Artıq toyuğumuzun biri kələmin qırıntılarını yeməyə başlayıb görmüş olduğunuz kimi. Dostlar, hinimizə kesit etmişəm. Burada da bizim yumurtalarımız var. Görmüş olduğunuz kimi səhər hələ yeni açılıb, hava da soyuqdur. Amma artıq yumurtalarımız var. Toyuqlar yemlərini yeməklərində olsunlar, qidalanmaqlarında olsunlar. Biz keçək mövzumuza. Mövzumuza keçməmişdən öncə kanalımızı hələ də izləmirsinizsə, abunə deyilsinizsə, abunə olun, videonu bəyənin və paylaşa da bilərsiniz dostlar. Bunları etdikdə bizə dəstək vermiş olursunuz. YouTube'da daha çox insanın qarşısına çıxırıq. Hazırda 60.000 abunəmiz var, 60.400 civarlarında abunəmiz var. Biraz dəstək verin bizə, bizim də kanalımızı inkişaf etsin, maraqlı videolar paylaşıram. Sizdən sadəcə olaraq dəstək gözləyirəm. Toyuqlara kələm verməyin və sirkəli su içirtməyin nə kimi xeyirləri var? Yəni sualına gəlmiş olursaq, bu iki sadə üsul toyuqların həqiqətən də sağlamlığına, yumurta verməsinə və immunitetinə necə təsir edir? Ümumiyyətlə bu videoda sizlərə izah edəcəm. Ona görə də sona qədər izləyin. Kələm ümumilikdə dostlar götürsək, A, B, C, K vitaminləri ilə zəngindir. Bu vitaminlər toyuqların immunitetini gücləndirir, xəstəliklərə qarşı müqaviməti artırır. Əlavə olaraq kələmi bir ayından sonra düzələri də verə bilərsiniz və yaxud da əzib yemlərinə xırda daha doğrusu doğrayıb yemlərinə də qata bilərsiniz. Düzələrdə də öz yaxşı effektini göstərəcək, immun sistemlərini gücləndirəcək. Həqiqətən də kələm qışda toyuqlarınıza verə biləcəyiniz ən yaxşı yemlərdən, qidalardan biridir. Yəni, iqtisadi cəhətdən də sərf edir, ekonomikdir. Qiyməti bizim bazarda 50 qəpik civarında dəyişir, 50-60 qəpik civarlarında. Kiloqramının qiyməti təbii ki. Yəni alıb rahatlıqla toyuqlarınıza verə bilərsiniz. Onu dedim ki, digər ördək olsun, qaz olsun. Yəni bunlara da verə bilərsiniz. Heç bir problem yoxdur. İndi ördəklərimi buraxmışam, oradan onların yeri var. Yağışlı hava deyənə çıxıblar çölə. Arpalarına da baxmırlar. Elə həyətdən nələrsə qidalanıb yeyirlər. Yəqin ki, acanda gəlib yeyəcəklər. Onu da dedim ki, dostlar, ördəyim də artıq yumurtadan kəsilmişdi. Bəzilərinin sayı azalmışdı. Kəsmişdik. Özümüz qida üçün ördəklərdən istifadə edirdik. İndi yenidən yumurtlamağa başlayıblar. Bu həqiqətən də yaxşı göstəricidir. Sizlərdə yumurta məhsuldarlığı necədir toyuqlarınızda və yaxud da digər heyvanlarınızda, belə deyək, quşlarınızda, ördək olsun, qaz olsun, onlar da rəy bölməsində qeyd edə bilərsiniz. Ümumiyyətlə sizlər qış aylarında toyuqlarınıza hansı immun gücləndiricilər verirsiniz, yumurta məhsuldarlığını artıra biləcək nələri verirsinizsə, hansı bir şeylər verirsinizsə, onları da rəy bölməsində qeyd edə bilərsiniz bizim üçün. Yəni digər insanlar da görüb onlardan nələrsə götürüb öz təsərrüfatında istifadə edə bilər. Hazırda sirkəli suyumuz da dostlar ilıq sudur. Yəni soyuq deyil, isidilmiş sudur. Yəni qış aylarında biraz ilk vaxtda isti su içsələr məncə daha yaxşı olar. Onsuz da qışda toyuqlar çox su içmirlər. Yəni səhər-səhər müəyyən qədər sizlər gördünüz buraları necə yemləri bitirdilər, yox etdilər. İndi isə kələmlərə birazdan keçəcəklər, buna əminəm. Yəni çox vermişəm kələm. 2 günə demək olar ki, bu 2 kələmi bitirirlər. Gedib gəlib didirlər.
Yəni belə də asmağımın da səbəbi odur ki, dostlar, yumurta məhsuldarlıqları artır. Belə tullananda beyinlərinə müəyyən impulslar gedir ki, o yumurta məhsuldarlığının artmasına gətirib çıxarır. Onu da deyim ki, kələmin tərkibində çoxlu lif var ki, bu da həzm sistemini yaxşılaşdırır. Bağırsaqları qurdlardan təmizləyir, qəbizliyin qarşısını alır. Bu da öz növbəsində yemin daha yaxşı həzm olmasına gətirib çıxarır. Əgər siz toyuqlarınıza mütəmadi olaraq həftədə 200 dəfə kələm versəniz, yumurta sayı əlbəttə ki artacaq, yumurtanın sarısı daha tünd və keyfiyyətli olacaq, qabığı da daha möhkəm olacaq. Necə verilməyinə gəldikdə isə görmüş olduğunuz kimi belə asıb da verə bilərsiniz, doğrayaraq da verə bilərsiniz. Dediyim kimi həftədə 200 dəfə kələm vermək kifayətdir. Sirkəmizi də toyuqlarımızın arasında görürsünüz. Sirkəli su haqqında biraz danışaq dostlar. Bağırsaqdakı zərərli bakteriyaları azaldır, xəstəlik riskini aşağı salır, toyuqları daha gümrah edir. Parazitlərin xüsusilə qarşısını alır, daxili qurdları dediyim kimi təmizləyir. Bu həqiqətində sirkəli suyun sayəsində olur. Belə şeylər mütəmadi verdikdə demək olar ki, qurd dərmanına ehtiyac olmur. Siz artıq qurd dərmanını profilaktik məqsədlərlə vermiş olursunuz. Onu da deyim ki, sirkə kalsiumun sorulmasını artırır. Kalsium da yumurta üçün bildiyiniz kimi çox vacib elementlərdən biridir. Yumurtanın qabığını qalın və sağlam edir. Hazırda görürsünüz toyuqlarım artıq sirkəli suyu içirlər, içməyə başlayıblar. Bəziləri artıq kələmlər didməyə başlayıblar. Sirkədən doğru istifadə etmək lazımdır. Yəni dozalanmanı mütləq şəkildə düzgün etmək lazımdır. Mən hazırda belə istifadə edirəm. 1 litr suya 50 ml sirkə əlavə edirəm. Yəni 3 litrə 150 ml. Yəni 1 litri 50 ml ilə götürüb, yəni yarım stəkanla götürüb elə verə bilərsiniz. Yəni çox o sirkənin dadı suda hiss olunmasın. Çünki toyuqların həzm sisteminə mənfi təsir göstərmiş olarıq. Ona görə də çalışın ki, doğru balansı seçin. Qaş düzəltdiyimiz yerdə vurub gözlə çıxartmayaq. Bu iki üsulu birlikdə istifadə etdikdə, bayaq dediyim kimi toyuqları xəstəliklərdən qoruyacaq, yem sərfini azaldacaq, yumurta verimini artırır. Bu təbii və ucuz qulluq üsuludur. İqtisadi cəhətdən də bayaq dediyim kimi kələmin qiyməti 50-60 qəpik civarlarındadır bazarlarımızda. O cümlədən də sirkə. Mən hazırda üzüm sirkəsi istifadə edirəm. Sizlər istəsəz evdə hazırladığınız sirkələrdən də istifadə edə bilərsiniz. Amma o zaman dozalamanı biraz harca 1 litrə 30 ml civarlarında etsəniz daha yaxşı olar. Neçə illərdir ki, mən toyuqlarıma sirkəli suyu verirəm, kələm verirəm, pul biber qatıram yemlərinə. Demək olar ki, ümumi götürsək təbii nələrdənsə istifadə edirəm ki, toyuqlarım həm sağlam olsun, həm də qışın bu oğlan çağında yumurta məhsuldarlıqları daha yüksək olur. Bu da həqiqətən də çox yaxşı göstəricidir. Həm mənim üçün, yəni bu o deməkdir ki, mən düzgün qulluq edirəm toyuqlarıma, həm də toyuqlarım üçün. Toyuqlarım demək olar ki, xəstəlik onlardan uzaqdır, şükürlər olsun, göz dəyməsin, bir maşallahınızı rəy bölməsində alaram sizdən. Tələfat demək olar ki, olmur, kütləvi ölümlər olmur. Heç bir xəstəlik əleyhinə toyuqlarımı vaksinasiyada elətdirməmişəm. Və hər zaman neçə illərdir ki, bu üsullardan istifadə edərək, yeni nələrsə öyrənirəm təbii üsul olaraq. Kimyəvi maddələrdən demək olar ki, toyuqlarımı uzaq saxlayıram. Sizlər toyuqlarınıza hansı üsulları istifadə edərək məhsuldarlıqlarını, sağlamlıqlarını qoruyursunuz? Rəy bölməsində qeyd edin. Bizlər də baxaq, nələrsə öyrənək və öz təsərrüfatımızda istifadə edək. Ümid edirəm ki, bu çağırışıma cavab olaraq rəylərdə partlayış edəcəksiniz və videonu bəyənin dostlar. Xoruzumuz görün orada necə maraqla, necə iştahla bu kələmi ötürür. İçəri dimdiyi ilə hətta bəzən centilmenlik edib öz toyuqlarına verir. Həqiqətən də centilmen xoruzumuz var bizim. Əgər siz də istəyirsinizsə toyuqlarınız sağlam, aktiv, bol yumurtlayan olsun, kələm və sirkəli suyu düzgün şəkildə istifadə edin, toyuqlarınıza verin. Həftədə 200 dəfə sirkəli suyu, həftədə 200 dəfə də kələm verə bilərsiniz. Yəni elə mənim kimi eyni anda belə verdikdə heç bir problem yoxdur. Yemlərini yedilər, orada indi sirkəli sularını içirlər və belə də kələmlərini gedib gəlib didirlər. Bu həqiqətən də yaxşı üsuldur, təbii üsuldur, iqtisadi cəhətdən dediyim kimi sərfəlidir. Bu üsullardan istifadə edərək toyuqlarınızı qoruyun, məhsuldarlıqlarını artırın. Videonu dostlar artıq burada yekunlaşdırıram. Ümid edirəm ki, video sizlərin ürəyincə oldu, maraqlı bir video alındı.
Videonu bəyənməyi unutmayın, rəylərinizi gözləyəcəm. Kanalımıza abunə deyilsinizsə abunə olun. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun. Hələlik.